Bismillahirrahmanirrahim. Fatihə surəsi 1-ci ayə. Suratul Fatihəti Məkiyyətun. Fatihə surəsi Məkkə surələrindəndir. Bismillah kəlməsinin təhlilinə keçək. Bismillah kəlməsini deyərkən sin hərfinin üstündə ani tormuzlama veririk. Bismillahi. Allah kəlməsindən öncə kəsrə gəldiyinə görə buna ləfz-i cəlalə deyirlər. Yəni Allah kəlməsi incə oxunur. Bismillah deyil, Bismillahi şəklində oxunur. Sonra Bismillahirrah. Burada ra təxfim oxunur, qalın oxunur. Hə hərfinin üstündə ani tormuzlanma. Ər-Rahmə, mədə demək məd var. 2 hərəkə miqdarında uzadırıq. Nir-Rahim. Hi burada məddə aris hökmündə olacaq. Çünki ayə qutarır. 6 hərəkəyə qədər bunu uzada bilərik. Mim. Sonda gələn mim hərfini izhar edirik. Yəni ağız yumulur və mim hərfi bildirilir. Bir də oxuyuram. Bismillahirrahmanirrahim. 2-ci ayə. Elhamdu. El ləm artiklı saxlanılır. El yumuşaq şəkildə. Həm mim. Gördüyünüz kimi aşağıda da izhar yazılıb. Açıq oku. Yəni açıq oxunur, izhar olunur. Ağız yumulur. Elhamdu. Dəl hərfi incə samitdir. Du yox, du. Elhamdu. Lillahi. Yenə də Allah kəlməsi ləfz-i cəlalə oxunur. Çünki Allah kəlməsindən öncə kəsrə gəlir və Allah kəlməsi 2 hərəkə miqdarında uzadılır. Rabbil aləmin. Rabbi, ra təxfim oxunur, qalın oxunur. Bə hərfi incə samitlər qrupuna aiddir, şəddəlidir. Sonra Rabbil ləm artiklı saxlanılır. Rabbil ayn hərfi boğazın ortasından çıxarılır. Rabbil aləmin. Lə incə samitdir. Mi məddi aris hökmündə olacaq. 6 hərəkəyə qədər bunu uzatmaq olar. Sondakı nun hərfi izhar edirik. Yəni burunda Rabbil aləmin. Nun hərfini bax belə izhar edirik. 3-cü ayə. Ər-Rahmanir-Rahim. Ra yenə də burada təxfim olacaq, qalın oxunacaq. Hə hərfin üstündə tormuzlanma. Sonra mə, gördüyünüz kimi burada yazılır mid, bir əlif, yəni 2 hərəkə miqdarında bunu qaldıracağıq. Ər-Rahmanir-Rahim. Burada ra